Herkese salam dostlar, ben İbrahim, yepyeni bir video ile karşınızdayım. Dostlar dedim niye gittim potflardan top açtım 3 tane. Düzenli oyuncu vermedi, bir tane Ferran Torres verdim. Ben Paul Pogba için açmıştım, vermedi onu da. Çok istiyordum çıksın, en sevdiğim oyunculardan biri de Paul Pogba. Ama Ferran Torres verdi. Gördüğünüz gibi yani Ferran Torres'in müsbət cəhəti odur ki, hər iki tərəfdə oynaya bilir. Biz elə öz tərəfində oynadacağıq. Yəni görək ortası belə içəri qət etməsi falan necədir. Baxaq istəyirsiniz özəlliklərinə də. Verimli kanat olmağı yaxşıdır. Top sürmələri yaxşıdır. Sıkı top tutması yaxşıdır. Pasları yaxşı deyil. Bitiriciliyi yaxşıdır. Sürəti yaxşıdır. Hızlanması yaxşıdır. Şut, çift vuruşu var. Bu müsbət cəhətdir. Keçək oyuna görək oyunda necədir. Oyunda görüşərik. Və bəli dostlar, rəqibimiz də gəldi. Rəqibimizə baxaq. Görək neçə kadır, kimdir. Bizim kimi bir rəqibdir. İnşallah kadrosu da bizim kimi olar. Full epic şey, epic mekip ve danışamadım. Ben yakışık. Amına koyayım şu lafı söyle. Yakışıklı mı değilsin? Full epic olmaz. Ferran Torres de yana baxır. Görək. Oh shit. Oh shit. Oh my god. Oh my god. Adriano, Suarez, bombacı Gareth Bale, Palmer, Xavi, Rodri. Bu rəqib bizi minəcək. Buradan belə görsənir. İnşallah görək oyun içində. Təbii ki də biz daha yaxşı oynayarıq. Mənə elə gəlir. Yəni hər şey kadro demək deyil, düzdür. Hər şey Konami deməkdir. O necə istəyirsə, onun ürəyi necə istəyirsə elə də olur. İnşallah ürəyi bizi istəyər, biz uzanırıq. Qapıçı da dəyişmək istəyirəm Oliver Kahn'ı. Bir daha normal qapıçı gəlsəydi. Potvardan zatdan. Kurtuğa, Murtuğa. Alardım. Var ya Kurtuğa o birisində. Prosto o birisindəkini istəmirəm. Potov Kurtuğa istəyirəm. Rəqibin stadiondayıq. Ağzına kimi də oldu. Adriano vuruşu ilə başladıq. Rodri. Vitinha. Sakatat. Ola uzanıb ki. İndi gəlmişik. 3-cü dəqiqədə dincəlmək vaxtıdır. Caicedo. Ferran. Torres. Qəşəng bir şey elədi. Alınmır. Keçirdə bilsən top ona. Türkün məsəli. Yoxlayacaq necə bir şey olur. Ona Əşrəf Hakimi, Caicedo, Ferran Torres. Hayda donmaq var. İngilvari donmaq var. Vitinha. Oha! Ferran Torres'i sıxırlar. Ne? Bu necə qollardı? Mən nətər atdım onu? O nətər attı onu? Mən Ferran Torres yoxlamağa gəlmişdim. Şoka düşməyə yox. Bu niyə çift dal aldı ki? Ne oldu? Elə bildim mən girişdim mi ayağına? Nə verdi baş? Necə oldu o? İkisi də yəni çox qəribə pozisyon idi. Mənimki də qəribə. Nə bilim. Adriano oydu. O şutları biraz təhlükəlidir. Mən qorxuram Adriano'dan. Divdir də o div. Valla sancaq uzaqdan vurasan. İnşallah hesab almaq istəyirəm. Qəşəng. Vitinha qəşəng çəkiyor. İnşallah hesab almaq istəyirəm dostlar. Hesabı alandan sonra bu hesabı çəkilişdə kiməsə verəcəm. Yəni inşallah olmayan birisinə çıxar. Bu hesab yəni nətər deyil.
Sıfırdan başlayanlar üçün çox yaxşı hesabdır məncə. Ki mən birinci klasmana qədər kasmışam bu hesabla. Mən yəni birinci klasmana qədər kasmışamsa deməli yaxşı hesabdır. Ferran Torres'e imkan verin geçsin de, imkan verin. Sırtıksız bala. Çıktı. Aa, çıktı o top. Of! Ferran Torres. Çok geçerli. Bak çift vuruş plus plase. Yani bu nerede sen değer? 2-2. Rəqibin gözünə qorxu saldıq. Ferran Torres. Ferran Torres. Kasma var ya, oyunda çox pis kasma var. Mən şey eləyə bilmirəm. Məzələnmədə. Belə qollar yoxdur. Bunu eləmədə. Olan olur. Mənim qollarıma baxdı da, mənim qollarıma deyəndə o birinci qola baxmayaq heç. Birinci time 3-2 tutardı. 3-2 Qaqaş udur. Qaqaş prosto oynamayıb. Mən də oynamamışam. Düzəməlli oyun getməyib heç. Yəni birinci gol fərqi. Ferran Torres amma qəşəngdir. Dəyər yəni. Çox qəşəngdir. Başda da başda. Birinci time bəyəndim. Görə ikinci time indi dayanıqlılığı düşəndə necə oynayacaq. Əsas ikinci time'dır. Hər şeyin bəlli olduğu. Endron Ferran Torres. Mbappe çat, qapısı çıxır. Zion Suzuki kimdə olar? Nə qapıçıdır? Qara Suzuki olur, qaqa. O nə tərədir? Bu necə oyundur? Bizi bitirdin be. Rəqibin xoşuna gəlir belə gic-gic qollar atmaq. Mikel Silvestri. Of, Ferran Torres. Verdi Mbappe'ye. Alınmadı. Şey gelmişti ama alınmadı. Biz sen Ferran Torres'i yoklamağa gelmişik, yudmağa gelmemişik oyunu. Yaxşıdır amma, çox yaxşıdır Ferran Torres. Mənim xoşuma gəldi. Ləzzət verir oynamaq. O niyə elə geç kaydı ki? Allaha and olsun deyirəm, oyunda çox pis gecikmə var. Bilmirəm indi videoda görsənəcək yoxsa yox. Oyunda çox pis gecikmə var. Qabağında qalmışdı, gül kimi qol atacaqdı. Alınmadı. Ne vardı, bu da girərdi də. Bizdən də bir dənə belə gol girərdi.
Mən şəxsən Ferran Torresi bəyəndim. Yəni çox yaxşıdır. Qara Suzuki zadı var oyunda. Çox pis atır pası. Dur da. Bir də çift dala alıb rəqib. Ferran Torres aldı gedir. Gecikmə var. Allah haqqı gecikmə var oyunda. Mən 1 saat qabaqdan eləyirəm o salımı. Bir də ver penalti. Sənin burada yəni penalti pozisyon değildi də. Göstər də Bicbala. Ferran Torres yaxşıdır. Zarafatsız Ferran Torres çox yaxşıdır. Prosto oyunda gecikmə var. Allah haqqı oyunda çox pis gecikmə var. Birinci time yox idi. Şimdi çox pis gecikmə var oyunda. Yəni yorur da, o tərəfdən yorur rəqibi. Bir dənə ortasına baxaq. Oha, onu ortaydı. Bitti dostlar. Yəqin ki Ferran Torres olub oyunun seçilərini. Biz onsuz üstün oynamışıq. Ferran Torres 6.5 alıb. Ferran Torres'i çox bəyəndim. Rəqibinə baxaq. Hə. Ferran Torres'i yəni çox bəyəndim mən. Çox yaxşı idi Ferran Torres. Əgər çıxartmısınızsa oynadım. Bu həftəlik oynadım. Nə qədər ki kondisyon düşməyib oynadım. Yəni mən şəxsən alacağım kadroya 100%'dir. Mən kanatda oynamıram. Keçəcəm kanatda dizilişə bundan sonra. Alacağım onu da kadroya oynasın. Yəni belə dostlar, çıxartmışsa oynadım. Neyse dostlar, sağ olun. Gələn videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.